Rusiyanın Sverdlovsk vilayətində itkin düşmüş Azərbaycanlı iş adamı İlqar Xanadanov ölü tapılıb. Yerli kütləvi informasiya vasitələrinin xəbərinə görə 49 yaşlı iş adamı 24 oktyabrda Zareçin şəhərində yoxa çıxıb. 5 günlük axtarışdan sonra ailəsinə onun meyidinin tapıldığı bildirilib. Artıq bunun qətl olduğu təsdiqlənib və iş üzrə araşdırma aparılır. Vida mərasimi Zareçində keçiriləcək. Daha sonra meyit Azərbaycana aparılacaq deyən iş adamının həyat yoldaşı Tatyana ərinin doğmalarının yanında, vətənində dəfn olunacağını bildirib. Azərbaycanlı iş adamının qətlinin bəzi təfərrüatları da məlum olub. İlkin məlumata görə qətli Zareçində kafe sahibi olan Pavel adlı şəxs törədib. Onun Xanadanovdan 2 milyon rubl borc götürdüyü və pulu qaytarmaq istəmədiyi bildirilib. Bu səbəbdən onlar arasında münaqişə yaranıb. Pavel arxadan balta ilə onun başına vurub. Daha sonra cəsədi İlqarın Mercedes avtomobilinə qoyaraq maşını meşəyə aparıb. İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıb. Pavel barəsində tezliklə həbs qəti imkan tədbirinin seçiləcəyi gözlənilir. Onu 15 ilə qədər həbs cəzası gözləyir.